Məsələ 4. Albalının tumunu onun özü qalınlığında ətli hissəsi əhatə edir. Albalının həm özü, həm də tumu yumru olarsa, onun ətli hissəsinin həcmi onun tumlu hissəsinin həcmindən neçə dəfə böyük olar. Deməli, albalı yumru şəkildə deməyin mənası odur ki, yəni albalı kürə şəkillidir. Daxildə onun tumu, xaricində isə ətli hissəsi və onun ox kəsiyini göstərək ki, bu elə iki konsentrik çevrə kimi qəbul eləmək olar. Daxildə isə onun tumunu göstərək və məsələdə deyilir ki, albalının tumunu onun özü qalınlığında ətli hissəsi. Tumun qalınlığı onun elə diametridir. Ətli hissəsi olacaq bu isə bərabərdir. Bu balaca R desək, tumun radiusuna balaca R, bu da balaca R. Bu hissə də onda olacaq 2R. Ətli hissənin qalınlığı. Onda böyük R, yəni albalının radiusu R bərabər olacaq. Bu R hissəsi tumun radiusu üstə gəl 2R. R üstə gəl 2R, bu da bərabərdir 3R-ə. Ətli hissənin həcmi, bax bu ətli hissə, tumun həcmindən neçə dəfə böyük olduğunu tapaq. Yazırıq V ətli hissə bölünsün V tum, bu da bərabərdir, yazırıq. Ətli hissənin həcmi bütöv albalının həcmindən çıxırıq V albalı, çıxırıq V tum. Bu da olacaq bölək V tum. Bu da bərabərdir. Ayrı-ayrı kəsirlərə parçalaşaq. Alınacaq V albalı bölək V tum. Çıxaq V tum bölə V tum 1 verir. Çıxaq 1 bərabərdir. Buradan da alırıq. Bildiyiniz kimi kürənin həcmi 3'də 4 pi r kubudur. Olacaq 3'də 4 albalının ümumi həcmi. Pi böyük yer 3R'dir. Onda 3R'in kubu olacaq. Bölək məxrəcdə tumun həcmi 3'də 4 pi R kubu. Çıxaq, burada vahid var 1. Bərabər 3'də 4 pilər ixtisar oldu. Surətdə alındı 27 R kubu. Bölünsün R kubu, çıxaq 1. Bu da bərabərdir. R kublar ixtisar oldu. 27 çıxaq 1 bərabərdir 26. Beləliklə, albalının ətli hissəsinin həcmi onun tumunun həcmindən 26 dəfə çox olar.